İmam Hüseyn əleyhissalamın qəbrinin dağıdılması. Tarix boyu Kərbala hadisəsi bir çox zalımların qəlbinə həsəd olmuşdu. İlk türbəni şəhadətindən 5 il sonra Muxtar Səqəfi tikmişdi. Harun Ərəşin hakimiyyəti dövründə xəlifə mütəvəkkil tərəfindən İmam Hüseyn əleyhissalamın qəbri 17 dəfə dağıdılmışdı. 269-cu ildə Dibbad Əsədi, daha sonra Əhvazda hökmranlıq edən Əli bin Fəllah Kərbəlaya hücum edir və oranı çapıb talayır. 1801-ci ildə Səud Əbdüləzizin başçılığı ilə Vəhabilər Kərbəlaya hücum edirlər və ziyarətgahı tamamilə dağıdıb yerlə yeksan edirlər. 1000-ə yaxın Kərbəla əhalisini isə şəhid edirlər. Daha sonra isə 1991-ci ildə Səddam Hüseyn çevriliş edərkən tankın üzərində duraraq "Sən də Hüseynsən, mən də Hüseyn" deyərək "İndi kim kimə nə edə bilər?" sualını verərək məqbərəni darmadağın etmişdi. Lakin üzərindən 100 illər, 1000 illər keçməyinə baxmayaraq Kərbəla və İmam Hüseyn əleyhissalamın qəbri hələ də yaşayır və insanların ziyarət mənbəyinə çevrilir.